Ama bu sıfatda etiraz nəyi eləyirsən? Nəyi elan eləyirsən? Mən bax mən bu sıfatda eşitsən, mən bir tərəfim parox, sən bu eləməyə ixtiyarın yoxdur. Sən gəlib burada məni diriyibsən, eşitsən məni? Yox, sən dirəməmişsən. Yox, diriyibsən, mən bir tərəfim işləmir. Baxın, sən diriyibsən, mən məcbur eləyirsən. Qərazlı şəkildəsən. Baxın, mən heç çölə CD-yə də burada gedirəm, eşitsən məni, baxın. Sən məni gəlib məcbur eləyirsən, qərəzli mövqe. Yox, sən mən işləmirəm, sən məni məcbur eləyirsən, eşitsən. Məsələn, bu formada şəxsin bu xəstəliklə bağlı hazırlamasını etdiyi əməlin hansısa formada mahiyyətini dərk edib etməmək kimi hallar həkimi çağırıb onun ən azından bir şifahi rəyini alınsın, ondan sonra problem siz onu siz təşkil edin, mən indi var. Həkimin kimdir? Həkimin kimdir? Mən bilmirəm həkim. Bilmirsən? Təşkil edin. Hə, sən necə